Hamıya salam dostlar, xoş gördük sizləri. Məntiq dərsimiz davam edir. Bir neçə məsələni qeyd etmək istəyirəm. 2 məsələni qeyd eləyəcəyik və ondan sonra keçəcəyik növbəti aksiyonlara. Bundan əvvəl də əslində qeyd etmişdik. Lakin bəzən biz hansısa bir məsələni öyrənirik, sonradan yadımızdan çıxır və ya qəflətdə oluruq və gəlib praktikada səhvlərə düçar oluruq. Bu cəhətdən təkrar olsa da 2 məsələni çatdırmaq istəyirəm nəzərinizə. Birinci məsələ budur ki, biz lap əvvəl də qeyd etmişdik ki, məntiq elmində biz səhvlərə düçar olmayaq deyə məntiq elmi bizə qaydalar verir və o qaydalar vasitəsilə hansısa bir bilgidə səhvlərə düçar olmaqdan, yəni bunun qarşısını kəsir, xətanın qarşısını kəsir. Və qeyd etmişdik ki, məntiq elmində əsasən hüsuli elmdən, yəni vasitəli elm vasitəli elmlə əlaqəli bir elmdir. Vasitəli elmdə səhvlərə düçar olmayaq deyə bizə kömək eləyir. Çünki qeyd etmişdik ki, xəta vasitəli elm, yəni hüsuli elmdə baş verə bilir. Lakin hüzuri elmdə xəta yoxdur. Çünki hüzuri elmdə dərk edən və dərk olunan, yəni bilən və bilinən ikisi də eynidir. Məsələn, azlıq misalını demişdik və ya da susuzluq misalını demişdik. Hüzuran dərk eləyir. Mən acmışamsa, daxilimdə hüzuran mənə aclığımı dərk eləyirəm və burada mən heç bir xəta edə bilmərəm. Yəni, aclıqdır bu mənə birbaşa mən onu dərk eləyirəm. Onun özün, aclığın özün dərk eləyirəm. Nəyi ki, aclığın surətin. Amma hüsuli elmdə hər hansı bir şeyin surətini dərk etməkdir. Ola bilsin ki, hansısa bir həqiqətə uyğun olmayan, reallıqla üst-üstə düşməyən bir bilgi əldə etdim. Bir şeyin, bir nəslənin surətini əldə etdim və zehnimdə onu təsəvvür etdim, amma fərqli formadadır, səhv onu təsəvvür etdim. Məntiq elmdə gəlib bu səhvlərə düçar olmamaq üçün bizlərə qayda təqdim edir. Hüzuri elmdə bu isə qeyri-mümkün deyil. Axı orada dərk edən, dərk olunan ikisi də eyni şeydir. Mənə aclıq gəlirsə, təbii ki, mən onu dərk edəmsə, acam da mənəm və aclığın bir növ belə deyək, dərk edən də mənəm, dərk olunan da mənəm. Mən yəni öz-özümü dərk edirəm və yaxud da varlığım, mən varam, mən varlığımı hüzuri dərk edirəm. Var olan da mənəm və varlığı dərk edən də. Yəni, mən özümü dərk edirəmsə, varlığımı dərk edirəmsə, burada bir dərk edən var və bir dərk olunan. Hər ikisi də mən özüməm, mənim özümdür dərk olunan. Dərk edən də elə mən özüməm. Yəni, burada xəta ola bilməz. Bu cəhətdən məntiq elmi xətaların qarşısını kəsirsə, mütləq olaraq bu hüsuli elmə aid olmalıdır. Vasitəli elmdə deyərlər. Vasitəsiz elmə, hüzur elmə aid olmur. Hüzur elmdə xəta mümkün deyil. İkinci məsələdir. Bundan ibarət ki, düzdür biz demişdik ki, hüzur elmdə xəta ola bilir, amma qəflət özündən bunu qeyd etmişdik. Yəni, insan qəflətdə ola bilər, o qədər aclıq ona qalib gələ bilər ki, qələbə çala bilər ki, o elə bilər ki, mən susuzum, mən elə bilər ki, susuzdur. Məsələn, o qədər aclıq mənə qələbə çalıb, mən deyirəm, məsələn, susuzam. Halbuki o susuzluq deyil, mənə hüzurən dərk olunan şey, yəni hüzuri olaraq mən dərk etdiyim şeyin özü susuzluq deyil, aclıqdır və yaxud da ağrı. Mən onu dərk edirəm, burada xəta yoxdur. Hüzurən nəyi dərk edirəmsə, elə onun özüdür. Başqa bir şey deyil, surəti deyil ki, orada xəta eləyim. Amma qəflət üzündən dediyimiz kimi, aclıq insan o qədər qələbə çala bilər ki, o çaşıb deyir ki, məsələn, mən susuzlamışam. Halbuki həqiqətdə susuzlamayıb. Bu acıb. Burada bu mənada qəflət üzündən xəta ola bilər. Amma bunu qeyd etmək lazımdır ki, burada alimlər, məntiqçilər qeyd edirlər ki, yenə də burada o qəflət üzündən olan xəta hüzuri elmin özündə deyil. O hüsuli elmdə yenə olur. Yəni, bir var ki, aclığın özü gəlsin, bir də var ki, deyərsən ki, mən acmışam. Mən acmışam deyəndə artıq o aclığın surətini təsəvvür etməkdir. Sən onun zehində surətini təsəvvür edirsən. Əgər aclıq gəlibsə, sənə acmısansa, amma sən deyirsənsə, mən susuzlamışam, sənin o zehnində susuzluq təsəvvür olunub bunu deyirsən. Yenə bu gəlir hüsuli elmə aid olur. Bu cəhətdən səhv hüsuli elmin özündədir. Dərk etdiyin, təsəvvür etdiyin şeyin özü səhvdir. Yəni, nəinki sən burada sən acmısan, əslində
acmalıydın, amma susuzluq gəlir və yaxud da əksinə. Xeyr, hüzura nədirsə elə odur. Sadəcə olaraq sonradan fərqli şeylərdir. Biri var ki, aclıq mənə hüzurən dərk olsun. Biri var ki, mən deyim ki, mən acmışam. Zehnimdə onu təsəvvür edirəm, aclığı təsəvvür edirəm deyə bunu deyirəm. İndi acmısansa və burada mən susuzlamışam deyirsənsə, bu hüsulidir. Zehində onu səhv təsəvvür etdin, başqa bir şey təsəvvür edin və burada xəta hüsuli elmin özündə baş verir. Əlbəttə, indi burada, məsələn, mən özüm şəxsi olaraq bəzi qaranlıq olan nöqtələr qalıb ki, ola bilsin ki, bir insan, yəni mümkün deyilmi, bir insana aclıq gəlsin, o aclığı susuz kimi başa düşsün, heç bir söz demədən, təsəvvür etmədən, yəni bu mümkün deyilmi? Burada belə qaranlıq nöqtələr var. Təbii ki, bunu da özünüzdə düşünün, təfəkkür eləyin ki, ola bilər, yoxsa yox. O cəhətdən bu iki məsələni qeyd etmək istədim ki, biz səhvlərə yol verməyək. Çünki gələcək dərslərdə, oxuduğumuz dərslərdə bu səhvlər gəlib praktikada təsir etməsin. Bugünkü bizim növbəti aksiyonlardan biri, keçəcəyimiz aksiyonlardan biri intuitiv hökmlər olacaq. Intuitiv hökmlər bəzən buna deyərlər, yəni intuisiya. İnsan bəzən deyir, intuisiya mənə deyir, filan şey filandır, belə olub, belə olacaq və yaxud da. Bəzən deyirlər ki, intuisiya sürətli fikir prosesindən başqa bir şey deyil. Orada sürətli bir fikir prosesi baş verir. Bəziləri də qeyd edirlər ki, intuisiya sanki qeybi bir ilhamdır. Bəzi insanlara qeybi bir ilham olaraq ilham olunur. Məsələn, qeyd edirlər ki, yerin kürə şəklində olmasını ilk dəfə insanlar necə deyiblər, necə əldə ediblər, intuisiya yolu ilə kəşf ediblər, bunu qeyd edirlər. Məsələn, belə deyirlər ki, bir şəxs dənizin kənarında durmuşdu və uzaqdan sahilə doğru gələn bir gəminin dor ağacını gördü və sonra tədricən gəminin qalan hissələrini müşahidə etdi. Bu hadisə, yəni gəminin tədricən yuxarıdan aşağıya doğru görünməsi onun intuisiya ilə bu həqiqəti kəşf etməsinə səbəb oldu və yaxud da ayın işığı günəşdəndir. Ay işığını hardan alır? Günəşdən alır. Bu hökmdə məsələn qeyd edirlər ki, intuitiv yollarla əldə ediblər. Yəni bunlar hamısı intuitiv hisslərlə bir növ deyək, intuisiya ilə, insanlar intuisiya ilə bunu dərk edirlər. Buna deyirlər intuitiv hökmlər. Demək, burada bir neçə və yaxud da başqa məsələn iki hadisənin bir-birindən əlaqəsi. Ta ki, bəzən deyirlər ki, bu iki dənə hadisə baş verdi, bunların bir-birindən əlaqəsi var idi. Bəzən heç əsaslandıra da bilmir, bu iki dənə hadisənin niyə bir-birinə əlaqəsi vardı? Hardan bildiyin? Argumentasiya edə bilmir. Bəzən görürsən, argumentasiya edə bilmir. Amma bəzən argumentasiya olur, sadəcə olaraq onun argumentasiyası aşkar deyil, gizlidir. Bu cəhətdən, yəni argumentasiyası var, amma aşkar edə bilmir. Nə mənada aşkar edə bilmir? Bu ümumi olaraq paradoks kimi hamıya aydın bir məsələ deyil. Şəxsdən şəxsə, individualdır, şəxsdən şəxsə dəyişə bilir. Ola bilsin ki, bir şey sənin üçün, bir şeyi sən dərk edirsən, intuitiv hökmlərlə, intuisiyan sənə bir şey çatdırır, amma başqası onu dərk etmir. Başqası onu məcbur deyil ki, onu qəbul etsin. Paradoks kimi deyil ki, deyəm ki, bu paradoksda hamı qəbul etməlidir. Burada heç bir dəlilə, argumentasiya ehtiyac yoxdur. Hamı qəbul etməlidir. Xeyr, intuitiv hökmlər belə deyil. Şəxsdən şəxsə dəyişə bilir. İndividual bir məsələdir bu. Necə ki, məsələn, günəş və ay kimi. Ay, məsələn, öz işığını günəşdən alır. Bəzən, məsələn, onu qəbul etməyək. Əgər bizim üçün hansı başqa yollarla dəlillər olmasaydı, argumentasiya olmasaydı, məsələn, o dövrdə biri deyə bilər ki, bu sənin özünə görədir, sənin intuisiyan deyir, mənim intuisiyam onu demir. Bu şəxsi bir şey deyil, individual bir məsələdir bu. Bu cəhətdən, dostlar, bir məsələ burada qeyd olunur. O da budur ki, qeyd olunur ki, biz nə qədər aksiyonlar keçdik. Bu da indi bugün keçdiyimiz 6-cı aksiyondur. Məsələn, ilkin prinsip, təcrübə, hissi, müşahidələr, yəni mütəvatirat, indi keçdiyimiz intuitiv hökmlər, bunlar bir yerdə olsa da, yəni bunlar hamısı aksiyon hesab olunsa da, amma bu qanunlar hamısı ümumi deyil.
biz buna ümumi qəziyyə deyənmərik. Paradoks kimi deyənmərik ki, paradoks hamı üçün keçərlidir. İstəyir alim olsun, istəyir cahil olsun, istəyir savadlısı olsun, savadlısı fərq etmir. Hamı üçün eynidir. Paradoks savadsız bir şəxsdir belə paradoksun qeyri-mümkünlüyünü dərk eləyir. Amma bu birislər, məsələn, mütəvatir tutaq ki, və yaxud da intuitiv hökmlər. Bunlar hamı üçün eyni olmaya bilər. Təsəvvür edin ki, bir dənə təbiətin fövqündə olan xariquladə bir iş baş verib, möcüzə məsələn baş verib və mütəvatir vasitəsilə insanlar bizə gəlib nəql eləyiblər. Elmli bir şəxs gələcək bu xariquladə olan bir işi rahatlıqla qəbul etməyəcək. Niyə? Çünki gərək nə qədər insanlar onu nəql edəsin. Mütəvatirin sayı çox olsun, yüzlərlə olsun ki, onu yəqinə çatsın. Amma sən bir savadsız, yəni adi bir insan, ya savadsız, ya adi bir insan onu dərhal qəbul eləyəcək. Çünki bir növ belə deyil, elmi adam deyil bu, hər şey təbiətlə əlaqələndirmir. Yəni bunun üçün rahat da qəbul etmək. 10 nəfər də məsələn desə, əlbəttə hamısı eyni deyil təbii ki, hamısı eyni deyil. 10 nəfər desə ki, filan iş, filan möcüzə baş verib, onu rahatlıqla qəbul edəcək. Deyəcək ki, 10 nəfər yalan deməz. Amma elmli bir şəxs heç zaman bunu rahatlıqla qəbul etməyəcək. Bu da onu göstərir ki, mütəvatir hamı üçün eyni deyil, ümumi deyil bu. Fərqlənə bilir, şəxsdən şəxsə fərqlənə bilir və yaxud da dediyimiz intuitiv hökmlər kimi fikir ayrılığı mövcud ola bilər. Amma paradoks ilkin prinsipdə heç də fikir ayrılığı yoxdur. Savadlısı, savadsızı, alimi, cahili hamısı eyni fikri qəbul edir. Burada qətiyyən fikir ayrılığı müşahidə olunmur. Bu cəhətdən bütün aksiyonlar təbii ki, eyni yerdə olsa da, yəni hamısı aksiyonda olsa da, amma hamısı ümumi şəxsdə, yəni ümumi deyil. Bəziləri individual ola bilir. Bəzilərində dəlillə əsaslanmağa, güclü bir əsasa ehtiyac var ki, o gəlib aksiyona güclü bir argumentasiya olmalıdır ki, o gəlib aksiyona çevrilə bilsin. Əks halda aksiyon kimi ola bilməz. Bu da dostlar bizim 5-ci olan aksiyonlardan intuitiv hökmlər idi. İndi isə gəldik növbəti 6-cı və axırıncı hökmlərə, yəni aksiyonlara daha doğrusu, o da fitri hökmlərdir. Fitri hökmlər misal deyim və misalla təhlil edəcəyik. Məsələn, 100 ədəd. Deyirik ki, 20 ədədi 100 ədədinin 5də biridir. Yəni 5 dənə 20 ədəd var ki, o gəlib olur 100 ədəd. Bunu necə qəbul etdik? Bunu hamı qəbul edir və rahatlıqla qəbul edirik. Bunlara deyilər fitri hökmlər. Fitrətən insan bunu bilir. Fitri hökmdə ilkin prinsiplər. Biz nə dedik ki, ilkin prinsiplərdə? Dedik ki, ilkin prinsip özündən heç bir dəlil, yəni ümumiyyətlə ilkin prinsipi əsaslandırmaq mümkün deyil. Xarici bir dəlillər ikiz olur. Daxili dəlil və xarici dəlil. Bir şeyin elə daxilindən əsaslandırmaq olur bunu. Bir şey də var ki, xaricdən bir əsaslandırma olmalıdır. İlkin prinsip xaricdən heç bir əsaslandırma yoxdur burada. Dəlil gətirmək mümkün deyil. Amma bəzi aksiyonlar var ki, dəlil gətirmək mümkündür. Yəni orada kiçik müqəddimə, böyük müqəddimə, qrup və nəticə əldə etmək olur. Amma məsələn ilkin prinsipdə elə deyil. İlkin prinsipdə heç biz yadınızdadırsa biz demişdik, subyekti təsəvvür etməklə dərhal predikatda təsəvvür olunur. Paradoks qeyri-mümkündür. Yəni dərhal subyektlə predikat, elə birbaşa subyekti insan təsəvvür etsə, dərhal onun predikatda insana hasil olacaq. Bu cəhətdən bəzi aksiyonlar var ki, növbəti sözümüzdə, bəhsimizdə deyəcəyik. Bəzi aksiyonlar var ki, onlar xarici olan, xaricdən bir dəlilə ehtiyac var. Bəziləri də var ki, daxili dəlillərə ehtiyac var. Bəziləri də var ki, nə daxili, nə xarici olan dəlilə ehtiyac yoxdur. Burada heç əsaslandırmaq mümkün deyil. Yəni paradoks kimi, nə xarici, nə daxili bir dəlilə ehtiyac yoxdur. Ümumiyyətlə əsaslandırmaq olmur bunu. Bu bizim dostlar fitri hökmlərin belə deyək
misalı idi. Dedik ki, məsələn, 20 ədədi 100 ədədinin 5də biridir. Fitri hökmdə qeyd edirlər ki, yaxşı, fitri hökmlər hansı hökmlərindəndir? Daxili yoxsa xarici bir arqumentasiya ehtiyac var, yoxsa yoxdur? Yoxsa elə bu da ilkin prinsip kimi nə daxili, nə xarici olan əsaslandırmaya ehtiyac yoxdur. Bu necədir? Əlbəttə, burada bir dənə bir məntiq kitablarında qeyd var. İstəyirəm onu oxuyum, qeyd eləyək, onunla təhlil eləyək. Qeyd olunur ki, وَلَكِنَّ الْأَوْسَطَ فِي الدَّلِيلِ يُلَازِمُ تِلْكَ الْقَضِيَّ وَلَا يَنْفَكُّ عَنْهَا. Biz bir nəticəni əldə etmək üçün əsasən orta terminlərdən istifadə edirik və orta termini araşdırmaq üçün təfəkkür edirik. İki dənə hökmü, yəni bir hökmdən nəticə əldə etmək üçün orta termini axtarırıq və təfəkkür vasitəsilə biz orta termini axtarırıq, bir nəticə əldə edirik. Məsələn, görəsən su cisimdir yoxsa yox? Mən suyun cisim olub-olmamasını bilmək istəyirəm, fərz edək. İndi su cisimdir deyəndə burada təfəkkürə ehtiyac var. Təfəkkür dedik nədir? Təfəkkür yəni budur ki, insan bir məhsulla üzləşir. Məhsulun lap birinci dərslərdə bunu demişdik. Məhsulla üzləşir. Məhsulun hansı növ məhsul olduğunu təyin edir. Tibb elminə aiddir, fizika, kimya. Bunları təyin etdikdən sonra o məhsuldan gedir məluma. Və sonra nə edir? Özündə bəzi gizlin olan bəzi məlumatlar var ki, o məlumatlar arasında seyr edir və oradan bu məhsula uyğun bir məlum tapır və sonra nə edir? Təzədən bu məlumu götürəndən sonra məlumlar arasında seyr edəndən sonra o məlumu ona uyğun məlumu tapır, gedir onu nə edir? O məhsulu məlumat çevirir. Yəni özündə müəyyən qədər məlumlar var ki, o məlumlar vasitəsilə bəzi məhsulları məlumat çevirir. Burada həmin bu prosesdə ki, biz deyirik ki, insan məhsulla üzləşir, gedir məlumlara, özündə olan bəzi məlumlar arasında get-gəl edir, o məhsulun növünü təyin edir. Bax, bu get-gəl etmək, məlumlar içərisində hərəkət etmək əslində orada orta termini tapmaqdır. Yəni, orta termini tapır ki, orta termin vasitəsilə o məhsulu məluma çevirsin. Orta termin dedik ki, müştərəkdir. Onda da var, məhsulda da olur, bu mənim axtardığım məlumlar da olur ki, mən bu orta terminlər o məhsulu əlaqələndirib nəticə əldə edə bilim. Necə ki, burada deyirik, su cisimdir deyəndə, suyun cisim olmasını necə sən bildin? Mən birinci bunu bilirəm. Bu mənə yəqindir ki, su mayedir. Suyun maye olmasını bilirəm. Və mən nə edirəm? Mən gedirəm, bildiyim məlumatlara üz vururam. Bildiyim məlumat nədir? Məsələn, bütün maye cisimdir. Bunu bilirəm. Əgər bütün maye cisimdirsə, nəticə olaraq nə olacaq? Və bu su da mayedirsə və bütün maye cisimdirsə, hər ikisində maye var. Bu da ümumi hökmdür, sənin bildiyin məlumatlardır. Burada da maye var, burada da maye var. Hər ikisi maye olduğuna görə, yəni burada da maye orta termin olduğuna görə, müştərək olduğuna görə sən artıq bu maye ilə əlaqələndirirsən. Burada da nəticə gəlib çıxır ki, su cisimdir. Nə əslində? Çünki dedik, su mayedir və bütün maye cisimdir. Əgər bütün maye də cisimdirsə, su da mayedir axı. Burada orta termin var. Birinci, kiçik müqəddimədə su mayedir, böyük müqəddimədə bütün maye cisimdir və bu maye orta termin iki hökmü əlaqələndirir və sonda bir nəticə əldə edirik. Bu nəticə də budur ki, su cisimdir. Burada da biz nə edirik? Həmin o nəticələri, məhsulu məlumat çevirmək üçün o məlumat arasında orta termin axtarıb, o məhsula uyğun orta termin vasitəsilə onu əlaqələndiririk, onu məluma çeviririk. Fitri hökmlərdə, buna deyirlər təfəkkür. Bax, bu təfəkkür idi. Axtarıb, orta termini axtarmaq bu təfəkkür idi. Məlumlar arasında orta termini axtarırsan. Amma fitri, belə deyək, fitri hökmlərdə orta termin var, lakin orta termin zehindən gizli deyil. Və burada düşünməyə, təfəkkür prosesinə ehtiyac yoxdur. Burada kimi dediyimiz kimi girib burada məlumlar arasında orta termini axtararsan, buna ehtiyac yoxdur. Burada orta termin var, bunu inkar etmək olmaz. Fitri hökmlərdə orta termin var. 20 ədədi, 100 ədədin 5də biridir. Var orta termini, əlaqələndirirsən. Amma burada düşüncəyə ehtiyac yoxdur. Dərin bir düşüncəyə dalmağa ehtiyac yoxdur. Araşdırmağa ehtiyac yoxdur. Bir növ deyək, burada orta termin sənin özündə, nəfsində hazırdır, nəfsində var. Sən bunu dərk edirsən birbaşa.
Fitri qəziyyədə, ona görə fitri qəziyyədə özündən xaric dəlilə ehtiyac duyulmur. Mən gedim özümdən xaric orta terminlər tapım. Necə bu misalda dediyimiz kimi məlumlar arasında get-gəl edim, orta termin tapım. Xeyr, buna ehtiyac yoxdur. Yəni xaricdən dəlilə ehtiyac yoxdur. Orta termini tapıb əsaslandırma ehtiyac yoxdur. Burada dəlil daxilidir. Var dəlil, dəlilə ehtiyac var, amma daxilidir. Elə o, necə deyim, o qəziyyənin özündədir, içərisində sən bunu dərk edirsən. İnsan özündədir, insan nəfsində bu hazırdır, orta termin nəfsində bir növ hazırdır. Deməli, bu dediyimiz nəticələrdən aydın oldu ki, əslində paradoks 3, aksiyomlar, aksiyom olan qəziyyələr 3 hissəyə bölünür. Bəzi qəziyyələr var ki, onlar nə daxili, nə də xarici arqumentasiyaya ehtiyac duyulmur. Heç mümkün də deyil xarici və daxili arqumentasiya edəsən. Məsələn, paradoks kimi. Nə xarici, nə daxili, nə onun daxilində orta termin var, nə onun daxilində məsələn dəlil var, əsas var ki, deyəsən ki, bəli, paradoks qeyri-mümkün. Nə də ki, məsələn, mən gedim məlumatlar arasında nəsə ona uyğun bir orta termin tapım gəlim deyim ki, bu paradoks qeyri-mümkün. Ehtiyac yoxdur. Yoxdur. Yəni bu yoxdur. Sən birbaşa elə subyekti təsəvvür etməklə elə predikat dərhal subyektə nisbət verilir, predikasiya olunur. Bu birinci növ aksiyomlar idi. İkinci növ aksiyomlar isə o aksiyomlardır ki, burada arqumentasiya olunmalıdır. Arqumentasiya ehtiyac var. Amma buradakı arqumentasiya xarici deyil, daxili arqumentasiyadır. Zehində hazırdır, nəfsdə hazırdır. Bu da dediyimiz elə fitri hökmlər kimi. 20 ədəd, 100 ədədin 5də biridir. Burada mən xarici arqumentasiya etməyə, xaricdən arqumentasiya etməyə, orta termin tapmama ehtiyac yoxdur. Mən burada elə zehnimdə hazırdır bu. Orta termin, arqument zehnimdə burada hazırdır. Burada təfəkkür prosesinə ehtiyac duyulmur. Birinci, indi üçüncüdə deyəcəyik, üçüncü kimi təfəkkürə ehtiyac duyulmur. Bu fitridir. İnsan fitrətən bunu dərk edir. Fitrətən insan bunun başa düşür. Buna deyirlər ərəbcə termin olaraq lazım və məlzum. Yəni lazım və lazım olunan bir şey bir-birindən heç vaxt ayrılmaz. Bir şey varsa onun müəyyən bir lazım olan bir şey də olmalıdır. Əgər məsələn mən 100 deyirəmsə 100-ün nə olmalıdır? Demək lazımdır ki 100 ədədi 5-ə bölünəndə 20 eləsin və 20 burada nə olur? 20 100 ədədin 5də 1-i sayılmalıdır. 5də 1-i olmalıdır. Yəni bunlar lazım və məlzum var burada. 100 ədədi əgər 5 yerə bölürsə lazımdır ki buradan olsun. Demək 20-yə bölür. 5 dənə 20 olsun. Və yaxud da məsələn 20 belə deyək, 100-ün 5də 1-i sayılmalıdır, olmalıdır. İndi mən bunun dərinə də girib istəmirəm, o lazım, məlzum bəhsini geniş açılayaq. Xülasə dedim ki, aydın olsun. Üçüncü növ aksiyomlar isə o aksiyomlardır ki, arqumentasiya burada da ehtiyac var ikincidə kimi. Amma burada arqumentasiya, belə deyək, ehtiyac var arqumentasiya, amma ondan xaric. Yəni, daxili arqumentasiya deyil, fitri hökmlər kimi daxilən deyil, ondan xaric olan arqumentasiya ehtiyac var. Burada artıq təfəkkürə ehtiyac duyulur, burada təfəkkür etməlisən, insan orta terminləri tapmalıdır, təfəkkür edib, orta termini tapıb, əlaqələndirib nəticə çıxartmalıdır burada. İndi məsələn, tutaq ki, mütəvatir və təcrübə məsələn demək olar. İndi orada Muhammed Baqir Sədrlə Aristotel arasında fikir ayrılığı var. Buna əsasən Aristotelin məntiqində aksiyomlar deyir ki, Aristotel deyir ki, aksiyomlar eyni deyil. Hamısı eyni forma deyil. Biri məsələn öndə ola bilər. Məsələn, ilkin prinsip digər aksiyomlara nisbətdə öndədir. Amma digəri ondan sonra gəlir. Birinci olan hansıdır o aksiyomlardır ki, nə daxili, nə xarici arqumentasiya ehtiyac duyulmur. Bu əvvəldir. Dediyimiz misal olaraq paradoks kimi. Məsələn, ikinci arqumentasiya, ikinci aksiyon budur ki, orada məsələn, tutaq ki, misal olaraq deyirik, daxili olan ancaq arqumentasiya ehtiyac var. Xarici yox, tutaq ki, fitri dedik. Üçüncü isə digərləri, məsələn, xaricə ehtiyac var. Bu da dostlar bizim bəhsimiz idi.
fitri hökmlər haqqında idi. Fitri hökmlər dərsimizdə bura qədər fitri hökmləri oxuduq, qurtardıq. Daha doğrusu aksiyonlardan artıq qurtardıq. Bu gün aksiyonların 6 növün tamamladıq və ümid edirəm ki, aydın izah edə bildim və qaranlıq bir nöqtələr qalmadı sizin üçün. Burada bir məsələni qeyd eləyək, xülasə qeyd eləyək, ondan sonra dərsimizi yekunlaşdıraq. Biz dedik ki, ən aksiyon olan ilkin, yəni birinci olan aksiyon ilkin prinsiplərdir. Məsələn, paradoks kimi. Və dedik ki, ilkin prinsiplərini xülasə qeyd etdik. Bugün daha geniş açıqlayacaq. Dedik ki, ilkin prinsip, onun predmeti, yeganə predmeti paradoksdur. Əlbəttə, bəzilər dedik ki, tam öz hissəsindən böyükdür. Bu da onun predmetlərindəndir. Və yaxud da dairə qeyri-mümkündür, dövr qeyri-mümkündür. Bu da onların predmetlərindəndir. Amma bəziləri qeyd edirlər, hətta müasir məntiqçilər də qeyd edirlər ki, xeyr, ilkin prinsip onun yeganə predmeti yalnız və yalnız paradoksdur. Digərləri əsaslandırıla bilər. Çünki ilkin prinsip dedik ki, odur ki, əsaslandırıla bilmir. Qeyri-mümkündür. Amma biz, məsələn, dövr qeyri-mümkündür. Bunu əsaslandıra bilərik və ya tam öz hissəsindən böyükdür. Bunu əsaslandıra bilərik. Necə? Birinci gələk dövr məsələsini əsaslandıraq. Vaxt olsa sonra tam öz hissəsindən böyükdür. Bunu əsaslandıraraq. Baxın, dövr qeyri-mümkündür. Necə əsaslandırırsan? Dövr yəni bilirik nədir? Tutaq ki, mən deyirəm ki, A, B-nin səbəbidir. Sonra deyirəm ki, B, A-nın səbəbidir. Təzədən deyirəm ki, A, B-nin səbəbidir və belə dövr baş verir. Belə dövr gedəcək. Və yaxud da, məsələn, misal üçün, deyirəm ki, kitab fərz eləyək, dəftərin səbəbidir, dəftər kompüterin səbəbidir, təzədən kompüter kitabın səbəbidir. Kitab, yəni nə qədər istəsən genişləndirmək olar əhatəni. Bu deyir qeyri-mümkündür. Necə paradoks kimi qeyri-mümkündür? İnsan bunu dərk eləyir, əsaslandırmaya ehtiyacıdır. Xeyr, əsaslandıra bilərsən. Elə bunu əsaslandırması özü gəlir paradoksa qayıdır. Paradoks vasitəsilə onlar əsaslanır. Əgər əsaslana bilirsə, deməli onlar ilkin prinsipdən sayıla bilməz. İlkin prinsipi yalnız paradoks ki, o əsaslandırıla bilmir. Qeyri-mümkündür. Bununla belə hamı üçün bu aksiyondur. Məsələn, necə? Əgər desək ki, A, B-nin səbəbidir, B də A-nın səbəbidir, burada nə baş verəcək? Burada əgər A, B-nin səbəbidir deyəndə, birinci belə götürük. A müqəddimədir, yəni birinci A gəlir. Sonra və B də sonradan mütəəxir deyirlər də, buna yəni sonra gəlir, ikinci dərəcəli olaraq gəlir. Sonra təzədən biz gəlib deyirik ki, B A-nın səbəbidir. Onda bu təzədən B ki, sonradan gələn, gəlir olur müqəddəm, əvvəldə gələn. A da ki, əvvəldə gələn müqəddimə idi, sonradan gəlir, olur ikinci dərəcəli. Yəni, A əgər B-nin səbəbidirsə, deməli, A əvvəldə gəlməlidir, müqəddimədir. Bu da mütəəxirdir, yəni sonradan gələn ikincidir. İndi sən gəlib burada B A-nın səbəbidir. Bu təzədən gəldi, müqəddimə olan şey gəldi, ikinci dərəcəyə düşdü. Yəni eyni şey həm müqəddəm olsun, həm də mütəəxir olsun. Yəni həm eyni şey həm əvvəldə gəlsin, həm sonrada gəlsin, birinci dərəcədə olsun, sonra həm ikinci dərəcədə olsun. Eyni anda bu mümkün deyil. Niyə? Paradoks baş verir burada. Burada paradoks baş verir. Sən A həm əvvəldə gəlir, həm sonrada gəlir, bu paradoks baş verir. İkisindən biri olmalıdır. Yəni mümkün deyil ikisi də eyni anda olsun. A ya B-nin səbəbidir, ya da nəticəsi. Mümkün deyil ki, A həm B-nin səbəbidir, həm də nəticəsi olsun. Və biz bunu gəlib paradoksla əsaslandırırıq. Burada paradoksun meydana gəlməsi olur. Və ona görə də dövr burada əslində paradoksla necə deyim, əsaslanır. Yəni, biz onu paradoks vasitəsilə aksiyon hesab edirik. Bura qədər dərsimiz, dostlar, ümid edirəm fikrimi izah edə bildim və sonunda da aydın oldu ki, əslində paradoks bir növ ola bilər. O da, daha doğrusu, ilkin prinsipin predmeti birdir, o da ki, paradoks. Sağ olun, dostlar, salamat qalın və elhamdülillah, Rabbil aləmin.